Bir-birimizə inanırıq, mən ona inanıram, özüm kimi inanıram. Məsələn, uşaqlar kimə, üzr istəyirəm, uşaqlar kimə sirrini deyir? Anaya yoxsa ataya? Anıya. Bax, gördünüz, növbəti qələbə. Növbəti qələbə, yəni sizə danışırlar sirlərini ki, ana belə, ana ilə məsləhətlər də verirsiniz, hə? Bəli, bəli. Duet ortaqlarına qısqanmaq olubmu, yoxsa yox? Yox desəm yalan Ay, olar. sağ ol. Vallahi danışmayaq da day. Amma olur da. Olur. Özünə deyəndə qəbul edirdimi, özünü bir balaca yığışdırırdımı? Yoxsa deyirdimi, ay xanım? Sən biraz iki başlı danışırsan, ha. Yəni, qulaq as. Mən o sadəcə olaraq həmişə bilir ki, mənim duet ortağım olsa da belə, mən qazanc üçün, məsələsə toylara getmişəm, yəni bu mənim sənətimdir, tələb eləyir. Mən də ona başa salmışam, demişəm ki, yəni, sən belə şeylərə pis olma, yəni mən pul qazanıram, sizin üçün qazanıram. Və pul qazanmışam da, nə qazanmışam da hamısını bunlara sərf edirəm ki, balalarıma, ailəmə. Yəni o biraz cavanlıq ilk evlənən vaxtlarımız, onda çox gənc idi, məsələn, qısqanırdı, söhbət yoxdur. Amma sonradan o vaxt görür ki, axı mən hara getsəm də mənim gələcək yerim bura olubdur. Dönüb gələcəyin ev bura. Dönüb gələcəyim yer burada özləkin belə o qabaq bizim bir şəngülüm, məngülüm vaxtı var. Yəni, buynuzumda ot gətirmişəm, döşlərimdə süt gətirmişəm, ağzımda su gətirmişəm. Elə gəlmişəm. İndi deyirlər, dıxın çatır açma. Öyle ağzımdan, ha?